Birincisi, həmin gecə qusl etmək. Birinci yaxşı olaraq qusl olunsun. İmam Sadiq əleyhissalamdan hədis vardır ki, bu gecə qusl olunsun. Müstəhəbdir. 27-ci gecənin quslunu verirəm qurbətən ilallah. 2. 30 rükət namaz qılınsın. Çox sadə 2 rükət qılınacaq. 15 2 rükət qılınmaqla Ramazan ayının əməllərində gecə o qılınan namazlarındandır. 30 rükəti bu gecəyə deyiblər ki, qılınsın. 3. Bu gecə İmam Səccad əleyhissalamın oğlu şəhid Zeyd tərəfindən bir dua nəql olunmuşdur. O duanı Zeyd, şəhid, Allah ona rəhmət eləsin, buyurur ki, atam Əli ibn Hüseyn, yəni İmam Zeynül Abidin əleyhissalam Ramazan ayının 27-ci gecəsi gecənin əvvəlindən axırına qədər bu duanı oxuyardı. Nədir o dua? Allahümmə rzuqni təcafiyə ən daril ğurur vəl inabətə ilə daril xulud vəl isti'dadə lil mavti qablə hululil fawt. Ey Allahım, bu fani evdən, yalan evdən, dünyadan uzaqlaşmağı mənə ruzi et. Və əvəzində əbədi evə tərəf, axirətə qayıtmağı mənə ruzi et. Ölüm çatmamışdan qabaq onun üçün hazırlaşmağı mənə ruzi et. 3 şey Allahdan istəyir bu gecə İmam Səccad. Oğlu şəhid Zeyd deyir ki, gecədən, əvvəldən 27-ci gecə sübhə qədər imam bu duanı çox oxuyurdu.